Qaş qabağın yerlə gedir, de görüm neyləmişəm. Ürəyim güf edir, de görüm neyləmişəm. Bir günahım varsa inan, olaram dərdə qurban. Dözmərəm bu hala mən, ölürəm az qala mən. Bir mənə bax naz eyləmə, bir mənə bax naz eyləmə. Naz eyləmə, naz eyləmə. Bir mənə bax naz eyləmə, naz eyləmə, naz eyləmə. Qaş qabaq tökmə belə, de görüm neyləmişəm. Gəl mənə dağ çəkmə belə, de görüm neyləmişəm. Qaş qabaq tökmə belə, de görüm neyləmişəm. Gəl mənə dağ çəkmə belə, axı mən neyləmişəm. Məni yoldan eyləyib, kimsə nə danışır, məni xotdan eyləyib. Hardadır o mərdüm azar, görüm onu tutsun azar. Dözmərəm bu hala mən, ölürəm az qala mən. Bir mənə bax naz eyləmə, bir mənə bax naz eyləmə. Naz eyləmə, naz eyləmə. Sən bir mənə bax naz eyləmə, naz eyləmə, naz eyləmə. Qaş qabaq tökmə belə, de görüm neyləmişəm. Gəl mənə dağ çəkmə belə, de görüm neyləmişəm. Qaş qabaq tökmə belə, de görüm neyləmişəm. Gəl mənə dağ çəkmə belə, axı mən neyləmişəm. Qaş qabaq tökmə belə, de görüm neyləmişəm. Gəl mənə dağ çəkmə belə, axı mən neyləmişəm. Qaş qabaq tökmə belə, de görüm neyləmişəm. Gəl mənə dağ çəkmə belə, axı mən neyləmişəm. Hər vaxtınız xeyir olsun əziz, sevimli, möhtərəm, möhtəbər tamaşaçılarımız. İnanın nə qədər gözəl, xoş sözlər desəm sizə azdır. Çünki siz əziz tamaşaçılarımız, əziz sənət bilənlər, siz ki bizi izləyirsiniz, siz ki bizə diqqət edirsiniz, bu bizim üçün yetər. Mən xoş gəldin deyirəm sizə, ekran qarşısında bizi gözləyənlər. Xoş gəlmişsiniz, səfalar gətirmişsiniz. Bizim növbəti danışır musiqiyə hər zaman olduğu kimi bizim Şərqin Bərqi sizinləndir. Dostlar, sizi də xoş gördük efirimizdə. Xoş gəlmişsiniz, səfa gətirmişsiniz. Bugünkü efirə çox böyük şövqlə hazırlaşdım deyim, gəldim deyim. Çünki hər zaman belədir, amma bugün məxsusi bir efirimiz olacaq, məxsusi bir buraxılışımız olacaq. Çünki artıq neçə 10 illikdir Azərbaycan musiqisində, çağdaş Azərbaycan musiqisində həm ifaçılıq, həm də instrumental ifaçılıqda öz sözü olan, öz yeri olan 2 nəfər bizim qonağımız olacaq. Qısacası çox gözəl bir ailə qonağımız olacaq. Çox şadıq. Hər zaman efirlərdə onları görəndə, onların səsini, sədasını, söhbətlərini eşidəndə şəxsən mən diqqət kəsilirəm, çox sevirəm və düşünürəm ki, bugünkü proqramımızda həm mahnılar, həm musiqi, həm də söhbətimiz çox maraqlı olacaq. Sizi intizarda saxlamıram, artıq tam zamanıdır. Söyləyim, qonaqlarımız kimlərdir? Azərbaycanımızın xalq artisti Natəvan Şeyxova və əməkdar incəsənət xadimi Rafiq Seyidzadə. Hoş gəldiniz. Səni hər an gözləyərəm, izləyərəm pəncərədən. Baxışların bulaq kimi axıb gedir küçələrdən. Deyirsən ki, sorma məni bir kimsədən. Necə susum, necə danım, səni sevdim, səni andım. El içində mehribanım, adımdamı, özündəmi, sözündəmi mehribanım. Heç bilmirəm necə oldu bu sevdaya qoşaya.
sevirsənsə, eşqimizdən axı niyə utanır? Nicə susum, nicə danım, səni sevdim, səni andım, el içində mehribanım. Mehribanım, 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 mehribanım. Gonca mənim, günüm mənim, ulduz dolu, gəhgəşanım. İstəyirəm, arayış salıb bu sevdanı ürək yayım. Necə susum, necə danım, səni sevdim, səni andım. Necə susum, necə danım, səni sevdim, səni andım. Mehribanım, 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 mehribanım. Teşekkür edirik, teşekkür edirik. Hoş gelmişsiniz. Buyurun əyləşin zəhmət olmasa. Çok şadıq sizi studiyamızda görməyimizə. Çok sağ olun. Gözəl ailəni salamlayırıq. Bütün heyətimizin adından, bütün burada çalışan Danışır Musiqi komandası adından Natavan xanım, Rafiq müəllim, sizə minnətdarıq ki, proqramımızda iştirak edirsiniz. Çoxdan əslində sizi gözləyirdik, amma vaxt vədə bugünə imiş. Çok sağ olun. Siz sağ olun. Necəsiniz Natavan xanım? Çok sağ olun, yaxşıyam. Maşallah, çox yaxşısınız ha. Yaxşı deyilsiniz, hətta yaxşıdan da əlasınız. Çox sağ olun. Hər zaman da belə olun. Mən deyirəm, istər ailədə, nəsildə, istər musiqidə böyüklərin olması bu çox gözəldir. Biz sizin kimi sənətkarlardan ilham alırıq. Sizin kimi sənətkarları nümunə götürürük. Biz deyəndə, yəni təbii ki, sizdən sonra gələcək nəsil. Rafiq müəllim, sizin işlər necədir? İşler yaxşıdır, çok sağ olun. Əladır. Mən indi Görsünüz Rafiq müəllim əladır. Əladır, əlbəttə. İndi təqaüddəyəm mən və olduqca vaxtımı çox səmərəli keçirirəm. Əlbəttə, musiqi ilə məşğul oluram evdə ki, o zehnim, beynim yaxşı işləməkdən ötəri internetlə məşğulam. Bəli. Hansısa bir musiqi proqramlar var internetdə, məndə. Doğrudan Rafiq müəllim, siz o proqramlardan istifadə Əlbəttə, edirsiniz. Cubase 5-dir, Süni bir intellekt falan. elmdir əlbəttə. Onlarla mən məşğulam. Axır zaman biraz alətə çox fikir verməmişdim. Ona görə mən keçən illəri elə bu vaxtı bir əməliyyat keçirdim. Keçmiş olsun. Ağır əməliyyat. Və bir ildir saksafona yaxın düşmürdüm. Belə Amma oldu ki, beyində, ruhda işlər mən gedir, hər gün axtarışlar həmişə gedir. musiqi mənim daxilimdə var. Bəli. Mən həmişə gecə gündüz musiqi ilə də yatıram və musiqi ilə də oyanıram. Siz həm də öz yaşınızdakı nümayəndələrə də bir örnəksiniz ha. Ona görə Allah sizi qorusun Sağ olun. ki, musiqimizdə bax bu işlər, bu reformlar, əlbəttə yaradıcılıq deyəmir. Mən soruşdum, işlər necədir? Rafiq müəllim çox belə bir taktik cavab verdi. Təqaüddəyəm, amma iş gedir. Bu özü də çox gözəldir. Natama xanım, bilirəm ki, sizin pedaqoji fəaliyyətiniz çox maraqlıdır, çox gözəldir. Biraz məşqlərdə elə musiqiçilərimizə də deyirəm, ifaçılıq tərzində o məktəb təbii ki, hiss olundu. Mənə düşməz bunu söyləmək. Sadəcə bir fikir olaraq, bir tamaşaçı olaraq deyirəm. Pedaqoji fəaliyyətinizdən də danışacağıq. Amma siz elə sənətkarlardansınız ki, uzun illərdir Azərbaycan səhnəsindəsiniz. Azərbaycan estrada səhnəsində, Azərbaycan ekranlarındasınız. Zaman-zaman qastrollarınız da olub. Bunlar öz yerində. Amma mənə elə gəlir ki, ələxsus indiki nəsil sizi biraz da yaxından tanımalıdır. Ona görə biraz özünüz haqqında danışaq. Ну, расскажу, что я уже 30 лет от УЗИЛь, как я на педагогической работе. Aha, Значит, в Бакинской музыкальной академии, это бывшая наша konservatoriya. консерватория имени Музира Гаджибекова. Да. Вот 30 лет я там, уже профессор этой консерватории, на вокальной кафедре преподаю. Ну, преподаю и вокалистам классический вокал, Aha. а уже несколько лет у нас и эстрады тоже есть. И эстрадные певцы тоже, мы их тоже готовим. Вот, поэтому вот такая у меня жизнь, в основном педагогическая сейчас. Bəs Natəvan xanım, musiqi ilə tanışdığınız necə olub?
çox əvvəllərə istəyərdim qayıdaq. Sizin gənclik dövrünüzdə hansı mahnılar, kimə baxdınız? İstər yerli ifaçılardan, istər xarici ifaçılardan bu sənətə bağlandınız, sevdiniz. Bəlkə genetika var burada. Я вам скажу, во-первых, мы тогда не было ни магнитофонов так, ни телевидения особо еще не было, когда мы начинали. Bəli. Слушали радио, какие-то песни нравились, но у нас были композиторы, наши замечательные композиторы. Я пришла, ну, в искусство, можно сказать, да, стала певицей. Мне было 20 лет. Я, во-первых, училась в консерватории, закончила консерваторию. Потом меня пригласили в Государственный эстрадный оркестр Азербайджана под руководством Рауфа Гаджиева, нашего замечательного композитора. И вот оттуда я начала уже свою... В общем-то, я кончала консерваторию как вокалистка, как классическая певица. Пела арии, пела романсы. Но я всегда любила эстраду. И поэтому, ну, так как я любила эстраду, я ее пела и дома, и в школе когда-то пела на вечерах, мы выступали. Ну вот, а потом, вот когда я пришла уже в оркестр, я уже стала профессиональной певицей. Мы с Рафиком Алимовым с первого дня, как я пришла в оркестр, мы с ним познакомились. Bax bu karizmatik, yaraşıqlı bəyəfəndi ilə orkestrdə tanış oldunuz. Да, вот я пришла в оркестр, мы с ним... Tofiq Əhmədovun Он первый orkestri. день... Да, Rauf нет, Rauf Rauf Hacıyev. Hacıyev. Azərbaycan Dövlət Estrada Orkestri onda bütün Sovet məkanında ən yüksək səviyyədə olan orkestrlərindən biri idi. И с первого дня Рафик Алимов сказал, что я буду его женой. Все. И вот через 2-3 гастроли мы проехали, и мы поженились. И вот с того времени уже будет сколько? 59 lет, как мы вместе. 59 il. 59 il. Olacak. Yanvarda. 59. 59. 54. Ay Rafiq Mən müəllim. elə gedirəm yuxarıda. Mənə O elə qabağa gəlir ki, gider hem. mənim 100 illiyimdə də bir bu verilişdə oturacaq və mən İnşallah. biləcəyi yada salacaq. İnşallah, inşallah. Allah sizi Да, qorusun. так что вот так. И потом уже мы стали встречаться с нашими композиторами. Oktay Kazim, Kazimi, Emin Ramiz Sabitov, Mirişli, Emin Sabitov, Ramiz Mirişli, Elza Elza İbrahimova. İbrahimova. Biraz Elza evvel Elza İbrahim- İbrahimovadan oxudunuz Да, Mehriban Hanım. Эльза Ибрагимова, Тофик Бабаев, замечательный тоже был Да, композитор. Tofiq Горец, Рауф яркий характер. Гаджиев, ну, Тофик Кулиев. В общем, все наши известные композиторы, в общем-то, мы с ними общались, они предлагали свои песни. Песни тогда не продавались. Песни вот композитор написал, и он предлагал певцам. У кого лучше получалось, всем предлагал эту песню. Hətta bizim Предлагал. fondda bir neçə Bir Natabxan neçə ifaçıların Конечно. lent yazıları qoyulur. Мегрибанов, вот я сейчас пела. Мегрибанов пела. Şövkət xanım. Шовкет Ханом, я пела. Еще кто-то пел из певцов. Bəli. И İndi də oxuyurlar indi gənclərimiz də sizin oxuyurlar, repertuara конечно. müraciət edirlər. никогда никто ни с кем не ругался, не говорил, что это моя песня. Bilirsiniz Natavan xanım, siz bunu çox gözəl bilirsiniz. O zaman tamam başqa şərtlər idi. O zaman qayda, qanun tamam fərqli idi. İndi bizim bu belə deyək də biraz dəyişikliklər, bu özəl sektorun yaranması tamam fərqli baxışlar gətirdi. Mən istəməzdim. Bilirsiniz, hər dövrün öz trendləri var. Siz internetdə çox Belədir. belə bilirsiniz bu nüansları. Hər halda yenə də siz bizim gözəl sənətkarımız olaraq sizin xoşbəxtçiliyiniz nədədir? Mən istəyirəm söyləyim. Sizin timsalınızda bir çox ifaçıları söyləyirəm. Çox zəngin bir repertuar. Yəni ifaçının Pərvin mənlə razılaşarsan, arxivinə baxırsan böyük sənətkarlarımızın görürsüz elə rəngarəng ifaları var ki, indi biraz monotonluq var. İndi biraz elə bir ki bir səpkidə gedir. Amma o vaxt ifaçılar bir çox bəstəkarlardan özdə istər lirik musiqilər olsun, istər oynaq olsun, musiqidə olan trendlər və yaxud klassizm özünü saxlamaq şərti ilə çox rəngli repertuarınız olub sizin. Bunlardan çox gözəl mahnılar var. Natavan xanım, necə bilirsiniz? Biz istərdik hal-hazırda, mən bir Fikrət Əmirov mahnısı söylədim. Siz Elza İbrahimova ilə davam etdirdiniz, yəni səhnə studiyamıza gəlişiniz. Bir instrumental ifa dinləyəkmi Rafiq müəllimlə? Məncə yerinə düşər. Dinləyək. Rafiq müəllim nə olacaq? Hansı əsəri istəyirsiniz? Mənə ifa elə edəsiniz? gəlir ki, bilirsiniz bu verilişə dəvət eləyəndə məni bizim redaktorumuz hörmətli Hikmət müəllim, Hikmət Şahbazov. Hikmət müəllim mənə söhbət əsnasında dedi ki, sən canım saksafonu götür gedən, özdə bir canlı dedim, ay balaxı, canlı mən bir ildir saksafonu əlimə götürməmişəm.
Deyir, yox, səndən xahiş eləyirəm deyir. İndi onun bu xahişini mən yerinə yetirməliyəm. Çox gözəl. Sonra niyə deyirəm? Bir canlı ifa etmək lazımdır ki, ona görə burada instrumental ansambl var. Bəli, bəli. Birisi Şərqin bərqi adlanır. Gözəl Çox gözəldir, musiqiçilər də musiqilər. çox qəşəng. Hamısında mənim belə böyük hörmətim var. Sağ olun, minnəttarıq sizə. Я говорю, что мы все ваши передачи смотрим дома. Nə gözəl. Да, bütün передачи Laybaqara. Bütün hamısına Da, qulaq da. asılır, Çox sağ olun. dinləyir. Elə diqqət edirsiniz, bu bizim üçün çox böyük şərəf. Bu передача И всегда с большим estetikası, удовольствием. Sağ olun. Çok sağ ol. estetikası var bu peridaçanın. Bilirsiniz, mədəniyyəti var, Çox sağ estetikası olun. var. Rafiq müəllim, minnətdaram sizə. Bütün heyətimizin adından sizə təşəkkür edirik. İfanızı eşidək. Давай. Buyurun səhnəmizə. Ay, nə gözəl. Təşəkkür, təşəkkür. Çox sağ olun. Rafiq müəllim, Bəli, əyləşin. Bəli, şirin olsun. Bu nə əsəri idi belə? bu məşhur Amerika bəstəkarı var, Cole Porter. Dünyada ən məşhur bəstəkardır və onun belə bir kompozisiyası məhəbbət bu imiş. Məhəbbət buymuş. Bəli, bəli. Belə adlanır. Onu da böyük bizim mən hələ ən gənc vaxtlarında bu kompozisiyanı eşidirdim Charlie Parker'ın ifasında. Charlie Parker'dır ki, dünyada ən birinci saksafon çalan idi. O prezidentlərin həmişə qəbullarında o gedirdi. O bu səviyyədə olan musiqiçi idi. Və bu günləri dedim onu çalım da görün. Çox gözəl, Amma bir lakanik. Bir il ifa eləmirsiniz, amma çox belə maraqlı. Çox doğma bir ifadır bu, çox. Bir qərara gəldim ki, bunu bir dənə improvizasiyasını bir kvadrat eləyim də. Adətən 3-4 kvadrat, 5 kvadrat çalırlar. Aha. Bir neçə kvadrat. Ürəyinə qədər istəyir. Bir neçə xanə çalırlar, siz biraz azaltdınız. Mən onu bir kvadratını çaldım ki, daha həm veriliş ki. Yox, həm də bax özünüz izləyirsiniz. Bu saat geniş kompozisiyalardansa biraz daha xronologiyası daha az, yığcam, konkret olmalıdır özdəki. Ancaq professional səviyyədə olmalıdır. Amma Rafiq müəllim çox gözəl bir rəvac verdiniz mənə suala.
mən istəyirəm ki, Natəvan xanımdan soruşum. Məhəbbət bu imiş. Bax, belə bir kompozisiya. Natəvan xanım, 20 yaşlarında çıxdınız siz. Belə deyək, musiqi təhsiliniz başladı. Ondan sonra səhnələr, ondan sonra ekran. Təbii ki, indiki kimi çox görkəmli, çox yaraşıqlı, çox fərqli bir xanımsınız. Açıq söyləyəcəm sizə. Təbii ki, sizi sevənlər çox olub. Amma məhz nə üçün Rafiq müəllimdə deyəndiniz? Seçim onda oldu yəni. Мəhəbbət buymuş. Niye göre? А вы знаете почему? Потому что Эссер Кишиди. Он был мужчина настоящий. Вот девочкам, наверное, нравятся таким мужские качества в мальчиках. Но он был молодой, мне было 20, ему 26 лет было. Он же совсем молодой был. Но мне казалось, что он взрослый. Он самостоятельный был. Я всегда чувствовала, понимаете, вот его опору, что за мной стоит как за каменной стеной. Вот. Поэтому, наверное, вот эти качества мужские чисто. Потом чисто человеческая любовь была. В общем, все в комплексе. Birçok bağları var. Конечно. Mən biraz dərgəli idim. Çox belə diribaş uşaq idim, lap gənclikdən. Və artıq musiqiçilərin də arasında bir 16-17 yaşında olanda mən artıq orkestr rəhbəri idim. Restoranlarda bir neçə restoranda mənim orkestrim Tofiq Babayev mənim orkestrimdə akordionda çalırdı. O Xədicə mahnısında orada o yazmışdı və bir günlərin bir günü gəldi işə axşam. Ki Rafiq deyir, mən bir dənə mahnı deyir düşüb beynimə, onu ifa eləmək istəyirəm. Bir ifa elə gördüm, Xədicə əla mahnıdır. Dedim, Tofiq davay. Yəni ondan sonra da həmin o Xədicə bir növrəsini qoydu. Bu 57-ci, 58-ci illər. Bu Nuh dövründə idi. Kim oxudu sonra o mahnı Rafiq müəllim? Sonra onu Qaya oxuyurdu. Qaya oxudu. Hə, Qaya çoxlu ifaçılar oxuyurdu. Qayanın da bir maraqlı bir tarixçəsi var idi bu mahnı ilə. Artıq biz orkestra bir yerdə gəlmişdik. Qaya kvarteti idi, mən idim, Oktay Ağayev idi, Elmira Rəhimova idi. Bir yerdə 60-cı ildə bizi qəbul elədilər. O dövrdə o orkestra qəbul olmaq, o orkestrda çalışmaq hər adamın işi deyildi. Hər adamı qəbul eləmirdilər. Bizim də belə olurdu ki, ildə 9 ay biz qastrol səfərlərində bütün dünyanı gəzirdik. Bəli. Bakıya gəlirdik, 2-3 ay yeni bir proqram düzəldirdik, sonra yenə də getdik. Sovet dövlətini və o məkanını biz bir 5-6 dəfə mən seyr eləmişəm. Bizdə belə olurdu ki, bir ay qastrol səfəri elə Moskvanın özündə, Kreml sarayında, sonra nə bilim ki, Sunlu zalda, Oktyabrski, Estrada, bütün də ən belə möhtəbər zallarında, Leningradda biz Marinski teatrın, mənəm də axı vokalçı kimi də fəaliyyət göstərirdim. Hətta. Mən bu yaxşı bilir. 5-6 mahnımla çıxırdım səhnəyə. Orkestrin, Kos orkestrin zamanında. Siz solist kimi çıxırdınız? Solist kimi qoyurdum saksafonu, çıxırdım, başlayırdım oxumağa. Oxumağa məni buraxmırdılar səhnədən. Onu Allah bilir, biz bilirik nələr var idi. Bilirsiniz o devirdə. O devirdə axı... Yaxşı səs var. Əvvəla səs də yaxşı idi. Баритон такой звонкий, природный баритон. Он же в училище Асаф Зейналов учился как... Начинал как vokалist. Hə, sənətə mən vokalist kimi gəlmişəm. Hə, vokalla başlamışsınız. Училище 54-cü, 55-ci ildə mən daxil olmuşam Əsəb Zeynallıya bir vokalçı kimi. Sonra belə olub 1-2-3 ildən sonra məni bu klarnet sandamışdı. Mən bir təyər idim. Bu klarneti görəndə ürəyim gedirdi. Hələ həmin o devirdə mənim xalam qızının toyu idi İçəri şəhərdə. Bir klarnet çalan var idi orada. Belə ən əla klarnet çalanlardan biri idi. Səhərə qədər oturub elə ona biz qulaq asırdıq İçəri şəhərdə. Qardaşım da hərbdə işləyirdi, leytenant idi Naxçıvanda. Gəlmişdi, o da həmin o gecə toydaydı. Səhər yuxudan durandan sonra, indi bu toydan sonra qardaşım deyir ki, Rafiq, sən deyir, klarnet çala bilərsən. Deyirdi ki, nə klarnet çalırdı. Deyirəm, əlbəttə çala bilərəm. Səhər durduq ki, indi gəldi bu Univermaq köyünə, Bakı Univermağına. Orada bir klarnet vardı, Kultavar mağazinində. Klarnet 916 manat idi ya 26 manat idi. O zaman 900 o zaman böyük pul idi. Ona da oğul istəyirdim, ürəyi ola. Mənim qardaşım ona elədi. O təkanımı qoydu da, Allah rəhmət eləsin. Amma mən sizə deyim ki, bu vokal ifaçılıq
klarnet bir-birinə yaxındır. Ağciyərlərin çalışması, nəfəs. Bunu həmişə bir ən belə məşhur Amerikalı musiqiçilər də deyirdilər ki, saksafonun, tenorun səsi, bu altdır, tenor, saksafonun səsi deyir, yeganə alətdir ki, insan səsinə bənzəyir. Bənzəyir, Bu hə. ürəkdə nə var? Bizdə kamança üçün. Kamançada da elə. Hə, ürəkdə nə var? O insan səsi gibi adamla danışır. Bəli. Çox doğru. Məndə bir kompozisiya var. O da günlərin bir günü mən bir təsadüfən bir mahnını eşitdim. Sevərsənmi Eldar Mansurova? Sevərsənmi Eldar Mansurova? Sevərsənmi Eldar Mansurovundur. Hə, ona mən bir elə ürəyimdə o həmişə səslənirdi o mahnı. Günlərin bir günü məndə də bir balaca studiya kimi belə saksafon bir müşrik var idi. Berg Larson Amerika müşriyi idi. Dəmir müşriyi idi. Dedim onu bir yoxlayayım. Bir balaca məşq elədim oyuna. Bir də gördüm nəsə dəb gəldi improvizasiya. Sevərsənminin minusovkasına mən ora öz improvizasiyamı bir dəfə çaldım. Bu da improvizasiya idi mən çalan. Bəli. Amma orada onu bir dəfə... Əslində elə olurdu, o bir dəfəlik olur. O bir dəfəlik olur. Bir dəfə onu çalırsan sonra... İkinci dəfə o cür olmur, başqa şey. O daxilində ola bilməz. Ayrı formada ola bilər, ona yaxın belə oxşayar. Və onu mən yazdım. Ona Allah qoysa bir günləri qulaq asarıq ona və mən çox minnətdarlıq eləyirəm də Eldar Mansurova ki, elə gözəl bir əsər yarandı. Rafiq müəllim, amma Natəvan xanımın ifalarında, onun repertuarında elə mahnılar var ki, sanki onlar elə bir ki, çox gözəl bir şəkildə ölçülüb, biçilib, qəlbdədir və sanki bir özündən sonra gələcək nəsil üçün vokal ifaçıları, yəni estrada vokal ifaçıları üçün bir çox gözəl bir nümunədir. Yəni ona baxıb çox az ifaçılar var belə, açığını istədiyim, populyar ola bilər, sevilən ola bilər. Məsələn, Şövkət xanımda bu vardı. Əsil onun ifasına qulaq asıb yerli yerində kanto olaraq, notunun dəqiq olaraq Natəvan xanımda da bizim estradamızda da var. Altında bu formalaşır. Çox sevirdiniz onu. Onun mahnıları. Bir mahnı var sizin repertuarda. Çox şirin, çox maraqlı. Baxmayaraq ki, estrada orkestrinin müşahidə ilə, amma bayaq Çırazı özündə göstərən mahnılardan biridir. Bizim Milyon can deməkdir. Olar mı onu səsləndirəsiniz indi? Buyurun səhnəmizə. Büyüdükçe, o güldükçe arzularım gül açır. Dostlar necə dəftə verər, körpə balam dil açır. Deyir necə sevilməkdir, şad olmayım ürəkdən. Yorulmuram hər sözünə, min yol çaçam deməkdən. Deyir necə sevilməkdir, şad olmayım ürəkdən. Yorulmuram hər sözünə, min yol çaçam deməkdən. Min yol can deməkdən, min yol can deməkdən. Min yol can deməkdən, min yol can deməkdən. Bana sözü eşidirəm dilindən. Deyir necə sevilməkdir, şad olmayım ürəkdən. Yorulmuram hər sözünə, min yol çaçam deməkdən. Deyir necə sevilməkdir, şad olmayım ürəkdən. Yorulmuram hər sözünə, min yol çaçam deməkdən. Min yol çaçam deməkdən, min yol çaçam deməkdən. Min yol çaçam deməkdən.
şad olmayım yürekten, yorulmuram her sözüyle, bin yolca can demekten, değil nice sevilmeyim, şad olmayım yürekten, yorulmuram her sözüyle, bin yolca can demekten, milyon can demekten, milyon can demekten, milyon can demekten, milyon can demekten. Çox sağ olun, çox sağ olun. Natama xanım, xahiş edirəm əyləşməyək. Sizin repertuarınız çox maraqlıdır, çox zəngindir. Ələxüsus bu müşayiət orkestrlə olan ifalarınız özdə o zaman belə idi də, studiyaya girirdilər əziz tamaşaçılarımız. Canlı rejimdə bir dəfəyə onu yazıb çıxırdılar. Təbii ki, burada məşqlər var, burada ifaçılıq manierası var. Sizin repertuarda bir gözəl tango var. Mən istəyirəm bizim musiqiçilərin, ələxüsus Pərvinin müşayiəti ilə o tangonu xahiş etsək, ifa eləyə bilərsiniz. Zaman adlanır. Emin Sabitoğlu. Zaman. Ama canlı okuyacağım. Məmnuniyyətlə biz sizi dinləyirik. Mayıs akşamı yağında güneş, sapandı gönlüme aloğlu bir baş. Kamaştı gözler baktıkça ben, gözlerden nefsun, gözlerden hemen. Dayan, dayan dedim dayan, 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 dayan zaman dayan. Dayan, dayan dedim dayan, 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 dayan zaman dayan. Ayrılık olmasın aman, ayrılık olmasın aman. Bir payıs akşamı iki kalbim, bulutlar dağıldı, deryalar durdu. Yüreğim kıçında yermene göğmene, sevileme ey hayat, sırrını vermeden. Dayan, dayan dedim dayan, 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 dayan zaman dayan. Dayan, dayan dedim dayan, 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 dayan zaman dayan. Ayrılık olmasın aman, ayrılık olmasın aman. Dayan, dayan dedim dayan, 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 dayan zaman dayan. Dayan, dayan dedim dayan, 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 dayan zaman dayan. Ayrılık olmasın aman, ayrılık olmasın aman, ayrılık olmasın aman. Çok sağ olun, çok sağ olun. Siz sağ olun, siz sağ olun. Buyurun əyləşin. Çox gözəl bir mahnı eşitdik. Çox gözəl bir nəfəs, səs, müşayiət öz yerində. Dostlar, minnətdarıq. Bax, uzun illərdir səhnədəsiz. Mən sevmirəm yaşdan söhbət salmaq, amma bəlli bir ömür yaşamısınız. Amma yenə də o təravət, ifaçılıq, təbii ki, bu məktəbdir. İndi bax, gənclərimiz var, orta nəsil var. Onlara nə tövsiyə edərdiniz? Səsi qoruyub saxlamaq naminə. Ну, во-первых, прежде всего, для того, чтобы петь, нужно иметь голос. Вот даже студенты. Бывает, ну, маленький голос, Да. бывает большой голос. Диапазон olarak Да, da диапазон. Но надо научить его, чтобы, во-первых, правильная была постановка голоса. Это целая школа. Bəli. Это школа. Есть раньше, Рашад, раньше был Өсфалият. Были дома культуры, где были вот самодеятельные коллективы. И самые лучшие, они выходили на сцену. А сейчас у нас все хотят петь. Они хорошо поют, плохо поют. Сейчас запись можно сделать любую, там подправить где-то что-то. Bəli. В наше время этого не было.
Если у тебя был голос, значит, ты пела. У нас Флора Ханум, Эльгама Ханум, всякие, много, все наши певцы, они имели голос. Они могли джанлох, они могли живые петь. Мы всегда пели живые, в живом исполнении. Да. Фонограммы тогда не было, когда мы были. Потом уже фонограмма стала. Да. А мы пели всегда вживую. Поэтому нужен прежде всего голос. Ну и, конечно же, школа. Ну, как в Сахламах. Ну, я вам скажу. Ну, во-первых, беречь голос свой. Если он есть голос, береги, не бери, он будет беречься. Ничего с ним не будет. Bəli. Nичего не будет. Biraz Или deyirlər səsin üstündə, Da. əsəndə də biraz belə o yana bu yana olur, amma əsas odur səs var. Sadəcə bunu gözləmək lazımdır. Bunu detalları nədir? Məsələn, yuxu, mən bildiyim qədərilə yuxu çox önəmlidir Ну səs да, üçün. это да, но это определенные какие-то есть правила. Там надо, предположим, ну, вовремя ложиться спать. Bəli. Там, когда у тебя концерт, или у тебя экзамен, или у тебя там что-то, Səs всегда yazısı. поберечь надо. Ага. Острое, соленое, холодное, не пить. Ну, это стараться. Семечки, вот это все, орехи, это все действует на связки. Ну, а некоторым это все равно. У нас был певец Заур, который, баритон, у него был хороший голос в оркестре у нас. Заур Нурлаев был такой. Он семечки грыз, мороженое ел прямо перед самым выходом. И с ним ничего не было. Понимаете? Elə Müslüm Ağabayev da görür. Da, Bu doğru. Allah vergisidir. Var, hə, elə insanlar Amma var ki, bəziləri çox belə üstündə titrəyirlər. siz deyirdiniz, mən çıxırdım səhnəyə. Siz hansı mahnılar oxuyurdunuz? Hansı janr oxuyurdunuz? Təbii ki, estrada janrı idi. Müəlliflər kim idi və yaxud əcnəbi ifaçıların repertuarından idi? Mənim öz mahnım da var idi, İntizar mahnısı. Özünüz yazmışdınız. Özüm Ya, yazmışdım Azərbaycan Dövlət Estrada Da, Orkestrində. kesin. Onu mən oxuyurdum özüm də yazmışdım bu mahnını. Onu o 70-ci ildə artıq mən onu oxuyurdum. Niyaziyə çatdırmışlar ki, özü mahnı yazır. Mənim ki, bəstəkar olub bu, yəni olub. Elə adamlar var idi. Bəli. Niyazi də Filarmoniyanın direktoru idi, Xudsovetin sədri idi. Günlərin bir günü indi olmasın, çağırdı məni ki, Kəbləyə deyirdim. Kəbləyə, sən deyilən mahnı da oxuyursan. Mən tanıyıram səni, saksafonist, əla, sanoyan, mahnı da deyirlər oxusun, pis oxumursan, ancaq bəstəkarlıq eləmədə heç olmağa. O vaxtı qoymuyorlar. Heç olmasa bəstəkarlıq eləmə. Bəstəkarlıq, bəstəkarsan sən. Dedim, maestro, mahnı xoşa gəlir, qulaq asırlar bunu. Bütün qastrollarda hər yanda navura gedir də. Oxuyuram. Dedi ki, sabahları Filarmoniyanın səhləsində mən də qulaq asacağım mahnıya. Bir də ki, bizi duyet oxuyurdu ikimiz. İstanbulun qızları bilsən də gözəl. İstanbulun qızları bilsən də gözəl. Hayat senden gelmez. Çok Çox belə yaxşı mahnı idi. Çıxdıq. Zalda bu gəldi. İndi zal boşdur. Özü qorxurduq hamımız ondan da, maestrodan. Gəldi pəncəyin çiyninə, tək gəldi, oturdu zalın ortasında, parterdə. Dalda da bütün bizim oxuyanlar, muğam oxuyanlar, xalq mahnısı oxuyanlar, Meşədi Bəkovun ansambli, Əliyağanın ansambli, hamısı oradadılar. Nəysə, mən oxudum. Oxudum, özdə tutuzdurdum əməlli başlı, səslə dağılırdı. Dağılırdı. Baritonla da yuxarı solə paya gedirdi. Nə oxudunuz? Hansı əsər? Öz əsərimi. Aha. Nə oldu sevgilim İntizarı. bilməyirəm mən. Qaraldı buludlar, saraldı kəmən. Aha. Mən səni itirdim gözəl Yasəmən. Apardın bəxtimin dirəyini sən. Heç sənsiz olarmı mənim baharım? Mənim nəsə. Gəl sevgilim yuxarıda. Bir vəfa yar, illər gedir, qısadır həyat. Belə bir mahnı. Qəlbim sənin əsindir, gəl sevgilim, kəndimi dindir. Sağ olun. Səslə oxumuram elə. Səsinizə qüvvət. Aha, Niyazi nə dedi? Niyazi da ki, bunu oxuyub qutarandan sonra pencəyi belə çöndük, peynə pəncək düşdü. Bu da camaata baxır Kalyorkada. Ada bu nədir? Hər bir maestranın qiyməti idi. Sonra elə gəl kabinetə gəldim. Sabahdan bunu hər yerde oxuyursan.
Oxu, yəni nə istəyirsən. Yeri gəlmişkən mən bilirəm ki, siz Bədii Şurada çalışmısınız, hətta rəhbər vəzifəsində Mən olmusunuz. Filarmoniyanın Və direktoru. o zaman belə deyək, böyük arenaya çıxa bilməyən ifaçıları, çıxmayanları siz təqdim eləmisiniz. Əlbəttə, bəzi ifaçılarımız biz ən populyar xalq artistləri var, hansı ki, onları elə səhnəyə yolunu mən açmışam. Çox Mən gözəl. icazə vermişəm. Rafiq müəllim, təşəkkür edirik sizə. Mən istəyirəm növbəti ifanı sizdən eşidək. Olarmı? Eşidək də. Bu həmin o sevərsənmi? Sevərsənmi? Aha. Buyurun.
Sağ olun. Çox sağ olun Rafiq müəllim. Təşəkkür edirik. Bu bəstə çox gözəldir və siz bu bəstənin üzərinə sanki öz ürəyiniz, əlavələriniz, fikirləriniz, duyğularınız mənim gözümün önündən keçdi bir neçə illər. son 20 il, hələ gör ondan da qabaq illər var. Mən sizə çox təşəkkür edirəm Rafiq müəllim. Natəvan xanım, hər zaman bax belə olun. Hər zaman can deyib can eşidin. Hər zaman bizim səhnələrimizdə olun. Sizin pedaqoji fəaliyyətiniz bir bambaşqa gözəllikdir, bir lütufdur və səhnədə olmanız da çox sevindirir bizi. Şəxsən biz musiqiçiləri, biz sənət insanlarını. Ona görə mən sizə bütün gözəl, xoş duyğular arzu edirəm. Bir də bütün heyətimizin adından, bütün musiqiçilər adından minnətdarıq ki, bugünkü Danışır musiqidə məhz sizin ifanız danışdı, sizin mahnılarınız danışdı, sizin saksafonunuzun gözəl sədasını eşitdik. Sağ olun, çox sağ olun. Biz də ürəkdən sizə minnətdarlığımızı bildiririk. Şəxsən sizə, mənim dostlarım, musiqiçilər, bizə gözəl musiqiçilərdir və bütün redaksiyanın heyətinə və kanalın rəhbərliyinə ki, belə verilişlər siz həyata keçirirsiniz və gənc nəsli, ümumiyyətcə tamaşaçılara bir estetik nəsə bir səviyyələrin qaldırırsınız. Çox sağ olun. Sizdən bunu eşitmək böyük şərəfdir bizim üçün, xoşdur. Я хочу пожелать вашей передаче долгих лет, чтобы еще долго-долго вы вот процветали, потому что это интересная передача, мы все всегда с удовольствием ее смотрим, слушаем, поэтому только успехов музыкантам. Большое спасибо. Siz sağ olun. Bəli, əziz tamaşaçılarımız, biz proqramımıza çox gözəl bir bəstə ilə başladıq və beləcə də davam etdik. Hər zaman olduğu kimi bu dəfə də öz ənənəmizə, tradisiyamıza sadiq qalaraq bax belə dəyərli, gözəl sənətkarlarımızı dəvət etdik. Sonda Natəvan xanımla elə bir gözəl bəstə var ki, hərdən musiqiçilərlə danışıram, deyirəm, belə mahnılar elə unikal əsərlərdir ki, oturmuşsan burada, öz yerindəsən, amma sanki bütün Azərbaycanı gəzirsən. Şimalını gəzirsən, cənubunu gəzirsən, o kürü görürsən, o arazı görürsən, o dağlarımızı görürsən, o mil düzünü, Muğan düzünü görürsən. Bax, belə gözəl bəstələrdən, belə gözəl mahnılardan biri də Ramiz Mirişli bəstəsidir. Adlanır Doğma Diyar, sözləri Məmməd Araza məxsusdur. Məhz elə bu mahnı ilə, əziz tamaşaçılar, bugünkü Danışır musiqini burada nöqtələyəcək. İnşallah görüşmək ümidiyle. Arzusunu her gayası kör oldudur. İsteğini arzusunu her gayası kör oldudur. Kahramanlar ne ruhludur. Bu torpağın, bu diyarın, bu diyarın. Ah, bu torpağın, bu diyarın, bu diyarın. Nəğməlidir kışı yazı, arpa çayı, kan arazı. Nəğməlidir kışı yazı, arpa çayı, kan arazı. Talihim güneş yazı, bu torpağın, bu diyarın, bu diyarın. Ah, bu torpağın, bu diyarın, bu diyarın. Uşaqların qızıl lalə, gülüşləri gülşəlalə. Uşaqların qızıl lalə, gülüşləri gülşəlalə. Ağ evləri bir ağlalə, bu torpağın, bu diyarın, bu diyarın. Ah, bu torpağın, bu diyarın, bu diyarın. Nəğməlidir qışı yazı, arpa çayı, kan arazı. Nəğməlidir qışı yazı,
bu diyanın, bu diyanın